Xudafərin körpüləri. Tarixən Azərbaycanın quzeyi ilə güneyini birləşdirən, ermənilər tərəfindən işğal edilən, Vətən müharibəsindən sonra azadlığına qovuşan Xudafərin körpüləri Cəbrayıl rayonu ərazisində yerləşir. Bu körpülər Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrdəndir. Araz çayı üzərində salınan 2 Xudafərin körpüsü məlumdur. Onlardan birincisi Baş Xudafərin körpüsü adlanır. Uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü isə 10 metrdir. Baş Xudafərin körpüsünün daha qədim olması ehtimal edilir. Belə ki, bu körpünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. Xudafərin körpüsü Məhəmməd Peyğəmbərin yaxın adamı olan Bəkir İbn Abdullah tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Xudafərin körpüsünün Makedoniyalı İskəndər ya da Roma sərkərdəsi Pompey tərəfindən tikilməsi barədə də fərziyyələr irəli sürənlər var. Bu körpünün Hindistandan başlayaraq yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub.